Windows 7 əməliyyat sistemi 6-cı hissə yarlıq istinad anlayışı, xüsusi qovluqlar və onlar haqqında ümumi məlumat. Yarlıqlar qovluqlarda istinaddır. Yarlıqların qovluqlarla fərqləri ümumi götürdükdə yarlıq hansı yollarla yaradıla bilər? Yarlıqlar birinci hər hansı bir obyekti seçib, onun üzərində sağ düymə vurub, həmin qovluğun açılan kontekst menüdə gəlib Create Shortcut əmrini bastığımız zaman görərik ki, həmin qovluğun bir istinadı, yəni yarlığı yaradılmışdır. Deməli, yarlığın yaradılmasının ikinci yolu hər hansı bir elementin, obyektin yarlığını yaratmaq üçün push menüsü, yəni start menüsündən gəlib istədiyimiz obyektin üzərində mouse'un sol düyməsini basılı saxlayıb onu çəkib ekrana gətirdikdə artıq həmin elementin yarlığı işçi masa üzərində yaradılmış olacaqdır. Yarlığı yaratmağın növbəti yolu işçi masa üzərində sağ düymə vurulur, açılan kontekst menüdə New və həmin onun alt pəncərəsi olan Shortcut əmri basılır. Browse, yəni artıq Browse əmri seçildikdən sonra yenə də gəlib seçimlər içərisindən istədiyimiz elementin yarlığını, yəni onun istinadını yaratmaq mümkündür. Həmçinin onun adlandırılmasını fərqli şəkildə də etmək mümkündür. Dediyimiz kimi, istənilən obyekt, proqram, fayl, element, hər bir elementin istinadını yaratmaq mümkündür. Bəs qovluqla yarlıq arasında fərq nədir? Qovluqla yarlıq arasındakı ilkin fərq birincisi göründüyü kimi bu birinci qovluq, ikincisi yarlıqdır. Yəni, belə götürsək, birinci fərqimiz yarlığın alt hissəsində bir işarə var, amma qovluqda yoxdur. Bu bizim qovluqla yarlıq arasındakı birinci fərqimiz. İkinci fərqimiz ondan ibarətdir ki, istinadı yaradılmış qovluq ümumi həcminə baxdıqda görürük ki, həmin qovluğun həcmi müəyyən qədər, yəni ki, çox. Yarlığın həcminə baxsaq isə görərik ki, onun həcmi digərindən əsasən daha azdır. Yəni, baxmış olsaq, aradakı fərqi açıq-aydın görmüş olaraq. Yəni, 29 kilobayt qovluğumuzun və onun yaradılmış istinadının həcmi isə 782 bayta bərabərdir. Birinci fərqimiz onların həcmindən ibarətdir. İkinci fərqimiz oxlarından. Yəni, belə götürək ki, fərqlərdən biri onun yarlığın aşağısında işarə var, qovluqda işarə yoxdur. Digər fərqimiz isə qovluğun həcmi böyük, yəni onun istinadının həcmi, yəni yarlığın həcmi isə az olur. Sonra, testdə istifadə edilən formalardan biri. Əgər istinadı yaradılmış qovluğu sildiyimiz zaman nə baş verər? Bax, biz Learninfo adlı bir qovluğun yarlığını yaratmışıq. Artıq həmin qovluğu silsək və qovluğun özü bir müəyyən müddətli qalır. Ancaq üzərinə bastığımız zaman bizə pəncərə açılır. Yəni, deyir ki, sizin yaratdığınız qovluğa istinad edilmir. Buna görə də deyirik ki, istinadı yaradılmış qovluq, əsas qovluğu sildikdə onun yarlığı işləmir. Əksinə, istinad, yəni yarlığın özünü silsək, qovluqda istədiyimiz qədər, yəni ki, belə deyək ki, istifadə edə bilərik, heç bir silinmə baş verməyəcək. Bunu daha da təkmilləşdirsək deyə bilərik ki, bir qovluğun özünü sildikdə ona yaradılmış istinadı işləmir. Ancaq istinadını silsək, həmin qovluq əvvəlki kimi işləyəcək. Sonra növbəti fərqimizə baxsaq, daha doğrusu digər bir hissəyə toxunsaq, ümumi yarlığın tərkibində nə işlər görürsə görək,
Misal üçün, tutaraq ki, yeni bir papka yaratdıq. Həmin gördüyümüz işi gəlib eyni qovluğun tərkibində də görmüş olarıq. Xüsusi qovluqlar haqqında, bayaq biz qovluqlar dedikdə, yəni ki, qovluğun içərisində demişdik ki, eyni addan olan yalnızca bir fail yerləşdirmək mümkündür. Ancaq xüsusi qovluqlarda bunu söyləmək çətindir. Yəni, belə götürsək, tutaraq ki, xüsusi qovluq recycle bini götürək, yəni zibir qutusunu götürsək. Bu sənədi adını belə qısaldaq, gətirib recycle binin içərisinə qoyaq. İlk öncə təmizləyək, içərisində başqa faillərimiz görsənməsin. Və həmçinin bir başqa text faili yaradıb, adını düzgün verək ki, qarşılıq olmasın. Gətirib içərisinə salaq. Və artıq burada görərik ki, eyni tipli və eyni addan olan faillər xüsusi qovluqların içərisində yerləşir. Yəni, xüsusi istinad olaraq. Növbəti bir xüsusiyyəti də vurğulasaq, ümumi yaradılan qovluğumuzun, yəni yoluna baxsaq, görərik ki, onun tərkibində olan elementin də həmçinin yoluna baxsa, onun bir yolu var. Ancaq silinmiş, yəni xüsusi qovluqda olan hər hansı bir faili seçdiyimiz zaman burada açıq aydın görəcəyik ki, silinmiş failin və yaxud da silinmiş elementin bir yolu olmur. Qovluqlar yarlıq haqqında və xüsusi qovluqlar haqqında ümumi bu qədər.